Dostlar salam, hər vaxtınız xeyir olsun. Foodcast YouTube kanalımızda növbəti futbolla bağlı olan verilişimizlə qarşınızdayıq. Bu dəfə uzun müddətdən sonra mən Ziya ilə bir studiyadayım. Başlayır artıq. Başlayır. Sezonumuz başlayır. Çempionlar Liqası, Avropa Liqası, Konferans Liqası klublarımızın çıxışları və Rafael həmkarımızla birlikdə digər layihədəyiz. Ziya ilə də əslində nəzərdə tutmuşduq, üçlü bir dəfə alınmadı, amma yay ərzində bizi izləyin. Çünki kifayət qədər canlı və elə üçlü sizin istədiyiniz kimi podkastlarımız olacaq. Təbii ki, klublarımızın çıxışları ilə bağlı və eyni zamanda Ziya verilişin adı nə idi? Transfer radarı. Yəni o transfer radarı da çox izlənilən layihəmizdəndir. O da yay boyu demək olar ki, hər həftə 1, 2, 3 bilmirəm, sayını bilmirəm. O qədər buraxılışla qarşınızda olacağıq. Bu buraxılışın isə, bu verilişin isə məqsədi Avrokuboklara həsr olunur. Nəhayət o sezon başlayır. Püşkatma artıq sezonun başlaması deməkdir, mövsümün başlaması deməkdir. İdeal son illəri hamı yazır, təklif yox Ziya. Hamı yazır ki, son illər İsveçrədən gələn ən gözəl, belə deyək də, püşkələr bu. Demək olar ki, bilmirəm nə fikirləşsiniz. Komandaları adlarını deyəcəyik təbii ki, bilirsiniz onsuz da sadəcə müzakirə xarakterlidir. Bilmirəm sən necə fikirləşirsən. Bu futbolun, klub futbolun demək. Klub futbolumuzun inkişafıdır ki, biz artıq bu tip rəqiblərə zəif gözlə baxırıq və ondan da əlavə bizim üçün çox ideal püşk. Bizim üçün ideal püşk demək bir neçə il əvvəl bilsən nə idi? Yəni kimlər düşməli idisə. Bax indi həmin o kimlər düşməli komandalar bu tip komandalardır. Hətta Zirəyə belə. Bəli. Neftçi olsun, Neftçinin rəqibi kifayət qədərdir məncə zəif deyil. Deyil əslində. Yəni onu da qələmə verdilər, bir qatdılar gözə digər komandaların. Sən başlayaq. Başlayaq da sabahdır Çempionlar Liqası. İlk dəfə yəni çempion oldular Sabah, ölkə çempionu oldular. Çempionlar Liqasında təmsil olunacaqlar və Sabah belə görünür ki, bu gün həm də daha doğrusu püşkatma 2 gün ardıcıl atıldı, həm də Sabahın mümkün yolunu bizim cızmış olduq da. Çünki udsa ikinci turda kimlə qarşılaşacaq və bir də maraqlı deyil, mənim yadımdan çıxmışdı. Burada uduzanlar UEFA-nın birinci konferansa gedirlər. Avropa Liqasında yox, birincidən uduzanlar. Bax ona görə Sabahın mütləq tenisi keçməlidir. Daha sonra isə Vardarla Kupes, Finlandiya və Şimali Makedoniya komandalarından biri ilə qarşılaşacaq. Bax burada Cütünün qalibi ilə qarşılaşacaq. Tenisi keçməli. Tenisi mütləq keçməlidir. Bu ikinci komandanı keçmək. Sabahdan istəyirsən başlayaq. İkinci komanda keçmək, qısaca deyim, daha sonra sözü sənə verəcəm. O deməkdir ki, artıq Konferans Liqasının liqa mərhələsində iştirak eləyəcək. Buyur Sabah fikirlərin. İlk öncə Sabahdan başlayaq. Əli sənə verilişdən öncə də danışdıq ki, yəni bildirdin ki, Sabah ən azından Konferans Liqasını demək olar ki, özünə təmin eləyəcək. New Saints Wales komandasıdır. Məncə yəni Sabah çəkə biləcək ən yaxşı, ən özünə ideal uyğun rəqibi çəkdi. TNS-i məğlub eləyə bilər. Düzdür, yəni eləməlidir, məğlub eləyə bilər, eləməlidir. TNS son illərdə demək olar ki, standart olaraq Wales çempionu olur və Çempionlar Liqasının birinci təsnifatından başlayır. Nə qədər də olmasa, klubu bir qədər zəif qələmə versək belə, bu komandanın Avrokubok təcrübəsi var. Necə ki, Lincoln klubu gedir, düzdür, məğlub olsa da belə, amma artıq təcrübə var. Yəni artıq təcrübə formalaşır. TNS də kifayət qədər zəif kimi baxmayaq. Yəni əlbəttə ki, dünya çempionatında türklər necə Avstraliyanı zəif görürdülər və o heyət necə məğlub oldusa, yəni ki, bu Çempionlar Liqasıdır və Sabahın əsas üstünlüklərindən biri ötən ilki komandanı saxladılar. Komandada yeni güclər əlavə olundu. Mbina ilə yeni müqavilə imzaladılar, Pukaçı saxladılar, digər yeni transferlər gəldi. Eden McCarthy, Junior Elivaldo gəldi. Bəli, yəni Eden McCarthy də müdafiənin mərkəzini də gücləndirdilər. Artıq işlər Sabah üçün qaydasındadır və New Saints-i keçsələr, Vardar Kups cütünün qalibi ilə qarşılaşacaq. Hər iki komandanı da məğlub edəcək bir heyətə malikdir Sabah. Yəni artıq arxı keçməmiş hop deməyək, amma yəni elə komandalar var ki, mən inanmıram ki, Sabah tərəfi arxayanlaşıb püşkdən, çünki onlar üçün çox məsuliyyətli andır. Yəni istər Uyas komandası olsun, istər Finlandiya və yaxud da orada Şimali Makedoniya, mənə elə gəlir ki, amma bu heyət, üstəgəl dediyimiz oyunçuların yəni heyətə qatılmağı ilə bütün o boş mövqelər doldurulub, üstəgəl müqaviləsi artırılan oyunçular var, vacib oyunçular saxladı. Bu heyət yəni məcburdur bu iki komandanı keçməyə. Bu oyunlarına biri yük kimi qoymuruq. Amma bütün baxsaq ki, heyət baxımından, son növsün oynadığı futbol baxımından Sabah
bu tip komandaları keçməyə indi elə bilməyin ki, onların da oyununu yox bilir aşağı yuxarı mən belə deyək də bu kiməşi nöqteyi-nəzərdən danışsaq məsəl üçün onlara bir o komandalar oyunu istənilən komanda oyununa demək olar ki, baxmışıq. Bu tip US komandasını da çoxdan tanıyırıq, Kupesi də çoxdan tanıyırıq. Yəni son US çempionu olub. Yəni Kupesi deyirəm, Vardar olsun. Biraz Vardar gələ bilər. Son US çempionu olub. Liqanın səviyyəsini bilirsən də US məğlubiyyəti var. 2 keçəsi var. 26 oyun 32 oyundan qalib gəlib. Liqalarında cəmi 6 komanda var. Liqanın səviyyəsi orada çox aşağıdır. Yəni o müqayisə milli səviyyəsində çox üstün ola bilərlər, amma liqa səviyyəsində çox aşağı bir çempionat. Bəlkə də ola bilər. Onlarda 6-lıq sistemi var. Bəli, 6-lıq sistemi var. 12 komandadır. Son 6-lıq. Nə qədər olur olsun deyə də zəif oldu. Çempionat səviyyə olaraq biraz zəifdilər. Biraz yox, bir xeyli zəifdilər. Bəli. Bu baxımdan sabah məncə hələ də yəqin transfer gözləyirsən hələ də yəni. Yoxsa sabah transferlər edəcək, bəli. Məsələn, Xəyal Əliyevin zədəsinin bir qədər ciddi olması da təsnifat mərhələlərində həm də fikirləşir ki, rəhbərlik biz real olaraq gücümüzü arxayın olub 1-2-ni keçə bilərik. Keçəcək yox, keçə bilərik. Yəni buna gücümüz həm də onu gözləyib ola bilər də. Məsələn belə deyək də, hər hansısa bir lap güclü klub düşməyib. Məsələn, Ludogorets düşə bilərdi, məsələn deyirəm, Ferencvaros düşə bilərdi ikinci təsnifatda. İki komandanın keçməyi sabahın dişinə görədir. Artıq fikirləşəcəklər ki, 3-cü mərhələdə görə rəqib kim olacaq? Məsələn, 3-cü mərhələdə də uyğun bir rəqib düşərsə, artıq play-offu fikirləşəcəklər və Avropa Liqasını 3-cü mərhələdən keçib qarant etmiş olacaq və əlbəttə ki, Avropa Liqasında oyunlar konfransda olsa, məsələn, sabah daha irəli gedə bilər. Avropa Liqasında biraz güclü rəqiblərdir. Amma bizi təəccübləndirib Çempionlar Liqasında da iştirak edə bilər ki... Onda sən 1000 manat uzatacaqsan. Həmkarımız Rafaeldən ziyanın bir... Əmsalları aşağı salmışam. Hə? Razılaşmışsınız? Hayır, olmur da. Məncə qəbul olur. Görsən, başı ilə oradan gəldiyi ki, mən razılaşmamışam. 1000 manat 1000 manatdır. Bax, burada tamaşaçıların qabağında mərcələdilər ki, Rafael deyir ki, sabah Çempionlar Liqasının liqa mərhələsinə çıxacaq. Ziyad deyir ki, yox. İndi nə deyirsən? Sən sıxın sabah Çempionlar Liqasına çıxacaqsan. Sabah klubuna buradan deyirəm. İstəyirsinizsə 1000 manatı qarşılayın, Rafael uçsun. Ziyad rahat olsun. Əlbəttə ki, bu zarafatdır, amma transferlər olacaq, bəli. Bir də transferlər niyə biz deyirik ki, ancaq Avropa səhnəsinə? Transferlər gələn mövsümü Azərbaycan çempionatına aləm deyəcək bir-birini. Yəni güclü komanda var. Qarabağ Qarabağ yenidən çempionluğu qaytarmaq istəyəcək. Bəli. Onlar da gələcəkdir ona. Neftçi oradan xodlanıb, yəni bir reys tutub. Bu mövsüm o Turan-Tovuzda o son söhbətlər var idi. 3 milyon əlavə digər bir belə deyək də maliyyə axını gələ bilər ora, qoşula bilər, sponsor qoşula bilər ora. Bu da çox böyük təkandır və Turan-Tovuz bu mövsümü çox acıqlı bitirdi. Bu açıqlamada Avropa məsələsinə görə bu il kənar qaldılar. Transferlər edəcək və transferlərə yaxşı pul xərcləyəcək. Bax bu, mən ona görə deyirəm ki, Turanda qoşulur. Demirəm, yəni onların iddiası çempionluq ola bilər, amma ola bilər ki, gücləri ona yetməsin, amma ən azından badalaq vuracaqlar da böyük komandalara. Əlbəttə sabah üçün həm yerli çempionata, həm Avrokubokların fonunda Qarabağın etdiyi səhvi təkrarlamaq istəməyəcəklər. Çünki Qarabağ bütün gücünü Çempionlar Liqasına verib, çempionluqdan oldu, amma bu il hər iki cəbhədə düzgün şəkildə Qarabağ sabahdan uğurlar arzulayırıq. Təbii ki, biz informativ bir xarakterli verilişdir və yavaş-yavaş həftələr irəlilədikcə biz yaxınlaşdıqca o Çempionlar Liqası həftəsinə iyulun 9-undan, iyulun əvvəlindən artıq başlayırlar birinci təsnifat. Bütün klublarımız başlayır. Neftçi istisnada Neftçi ikinci təsnifatda oynayacaq. Ona görə biz artıq verilişlərimizi tam bərpa eləyəcəyik, canlı yayımlarımızı bu öz yerində. Yəni orada ətraflı danışacağıq. İndi sadəcə bir ilkin fikirlərimizi bölüşmək istədik sizinlə. Qarabağ yenə də deyəsən ekonom rejimlə düzdür, daha erkən başlayıb, təqdirə layiqdir. May ayından artıq 2-3 transfer, indi yeni transferi də açıqladılar. Sonuncu yəni biz efiri çəkdiyimiz gün ilə axşam saatlarında açıqladılar. Bruno Langa, ondan qabaq da Labotan açıqlamışlar. Daha sonra əvvəlki Madib var idi. Qarabağın əsas transferi indi fikirləşirlər ki, mərkəz xətti mütləq şəkildə 2 futbolçu alınacaq. Medina da getdi də. Hə, Medina da rəsmi olaraq açıqladılar. 2 mərkəz müdafiəçisi alacaq. Ondan əlavə Yankoviç və Andradenin də mümkün gedişləri var. Böyük ehtimalla Elvin Cəfərquliyev artıq o da getmiş kimidir. Onu saymıram. Çünki Bruno Langa onun mövqeyinə gəlib elə orada oynayacaq. Gnali ilə bir yerdə. Böyük ehtimalla Yankoviçin yerinə bir futbolçu alınacaq. Andrade gedərsə Andradenin yerinə bir futbolçu alınacaq. Təxmini bundan sonra 4 transferlə yeni heyət qurdu da faktiki.
Yeni heyət qurdu. Köhnə heyətdən də məsələn yaxşı Dəstək kimi futbolçular saxladı. qalıb. Duranın özü olsun. Bikalo ilə müqavilə müddəti uzadıldı. Bikalo ilə uzatdılar. Kadin özü olsun. Ondan sonra yadımdan çıxdı o İspan futbolçunun adı. Montiel. Montiel, bəli, Montiel qalır. Montiel artıq güc qatacaq yenə də Qarabağın gücünə. Kadi də artıracaq, mən sənə Kadi də deyim, tezdən artıracaq. qayıdacaq bəlkə olmasın. Biraz uğursuzluq lazımdır ki, yenidən başlasınlar Qarabağ. Yox, yaxşıdır. Yəni o barədə Rəqibindən danış istəyirsən Qarabağ. Rəqibindən nə danışaq? Bu Vestri 2-ci liqa İslandiya, yəni kubokun qalibi kimi qoşulub. Bu deməzdim tennis, ondan da aşağı səviyyəli komanda sayıla bilər. Həm reytinq, həm oynadığı liqa baxımından. Qarabağ, yəni Qarabağ üçün ideal mövsüm əvvəli rəqibdir bu komanda. Yoxlama oyunu keçirəcək. Birinci turda Qarabağın müxtəlif mövsümlərinə baxsaq, müəyyən vaxt artıran qrafika ilə gedib. İndi biraz məni nə qane elədi Qarabağda. İndi bilmirəm, yenə də mənə elə gəlir ki, yenə də çox vaxt pullar xərcləmədilər. Yenə də aşağı büdcəli. O şeydən əl çəkmədilər də. Yəni yenə də axtardılar ki, uyğun amma aşağı büdcəli. Yenə də o məsələ. Amma bir dənə məsələ var ki, bir neçə oyunçunu daha əvvəldən aldılar. Yəni gəlib iyulun ortasında belə almadı. Amma aydan artıq işlərini qurmuşdular. Hələ də axtarışlar gedir. Yenə də bir neçə oyuncu Ziyad dediyi kimi alacaqlar, qatacaqlar. Çünki bu qaçılmazdır. Mövqedə oyunçular çox, boşluqlar çoxdur. O baxımdan artıq birinci turdan tam komplekt Qarabağ görəcək və Vestri bunlar üçün çox ideal rəqibdir. Və Qarabağ Vestri cütünün qalibi böyük ehtimalla ki, Qarabağ nəsə bir sürpriz yaşanması Vestrinin keçəcək. Burada CSKA Derry City-nin qalibi. Burada da mən CSKA-nı favorit görürəm. Məncə CSKA Derry City-ni məğlub eləyəcək və potensial rəqib olaraq elə Qarabağla CSKA olacaq. Və CSKA da o qədər də zəif klubdur. Qarabağ klubu əlbəttə keçə bilər, amma yəni onların çempionu məğlub edib Qarabağ. Bunu da var etsək. Hə, məncə rahat. Yəni Qarabağ 3-cü mərhələ Avropanı görür. Ən pis halda konfransın play-offunu görür bu mövsüm. Bizim proqnozumuz. CSKA da uduzsa Safiyə biz artıq çıxartdıq. Bəzən belə bir məsələlər, söz-söhbətlər gəzir ki, məsələn, Qarabağ özü konfransa düşüb daha çox yol getmək istəyəcək. Valla məntiqlidir. Məncə məntiqsizdir. Niyə məntiqsizdir? Yox, mən sənə deyim. Yox, Qarabağ baxımından demirəm. Biz o ötən mövsüm danışırdıq, yada gəlir ki, Qarabağ konfransa düşsə daha çox yol qət edir. Bunu danışırdıq. Amma məntiqli nə mənada? Pul baxımından məntiqsizdir, əlbəttə itkidir bu. Yəni sadəcə mövsüm təzə yığılmış komanda. Biz axı komanda klubları 1 illik strategiya ilə dəyərləndirməməliyik. Biz onları geniş 3 illik, 5 illik strategiya ilə dəyərləndirməliyik. Bizim düşündüklərimizin tamam əksini onlar düşünə bilərlər. Menecer, idarə heyəti ki, yoxdur, bir neçə il oynadıq, Çempionlar Liqasında da bir neçə ildən sonra bir dəfə oynadıq. Kifayət qədər də uğurlu oldu. İndi çempion ola bilmədik. İkinci ili, bir qarşıdakı ili biz o əzəmətimizi qaytarmaq üçün ölkədə güc verməliyik. Onunla paralel konfrans liqasında, yəni Avropa liqası daha çox güc tələb eləyəcək. Konfrans liqası bizim o prestiji qaytarmaq üçün daha yaxşı ola bilər. Məsələn, hər cür düşünə bilərlər. Avropa liqasında Qarabağ. Amma bu bilərəkdən olmayacaq da, yəni gedişat olacaq. Qarabağın Avropa liqasında ilk 24-yə düşməyi, yəni artıq azərkeşləri təəccübləndirməyəcək. Düzdür? Düzdür. Yəni play-off keçib 16-da 1-dən də oynamağı, o da yenə təəccübləndirməyəcək. 8-də 1-ə çıxmışıq. Əgər bizi Avropa liqasının 8-də 1-i, bəlkə də 4-də 1-ə keçsək, artıq bu möhtəşəm olar. Adından çox söz etdirəcək. Konfrans liqasında düzdür. Qarabağ 4-də 1-i görə bilər. Belə fikirləşirəm ki, konfrans liqasında oyunların sayı 8 deyil, 6-dır. Liqa mərhələsində ilk 8-liyi ilə də çıxsa birbaşa növbəti mərhələyə çıxır və Qarabağ fevral ayına kimi dincələcək. Oyun qrafiki də yəni ki, Avropa liqasına görə zəif olacaq. Və orada İspan, İngilis komandalarının bir dənə güclü komandasında olur. O da gəlib düşməsə 4-də 1 yarımfinal da bu liqa üçün adından yenə söz etdirə bilir də. Yəni söz etdirə bilər, bəli, amma hələ tezdir bunlar. Biz sadəcə ümumi bir özümüz üçün dəyərləndiririk. Elə bil sizlə söhbət edirik. Yəni bu baxımdan keçək Neftçiyə. Neftçi gəldi Dinamo Minsk və Silex komandası. Cütünün qalibini alacaq ikinci təsnifatda. Yəni Neftçi Turan Tovuzun Avrokuboklara buraxılmaması Neftçini bir pillə irəli atdı, amma Neftçi tərəfi özü bildirirdi ki, istəmirdi belə bir şey olsun. Başdan başlasın istəyir. Hə, istəyirdi başdan başlasın ki, ən azından bir qədər zəif klubda düşəndə, yəni rəsmi şəkildə sən oyun keçirirsən, yoldaşlıq oyunları deyil də artıq. Bu zəif klub olsa, rəsmi oyun oynayırsan, həm reytinq halı qazanırsan, ona görə yəni kömək olurdu komandaya. Ancaq iş indi elə gətirdi ki, Neftçi ikinci təsnifatda Dinamo Minsk Silex cütünün
qalibi ilə oynamalı olacaq. Məncə burada Dinamo Minsk və Silex-də də güclər nisbəti bərabərdir. Hər iki klub növbəti mərhələyə adlaya bilər, Neftçinin rəqibi ola bilər. Amma Neftçi hansı bir klub olursa, Minskdə olsa, Silex-də olsa məğlub edə bilər və etməlidir. Yəni Neftçinin başqa variantı yoxdur. Yoxdur. Mən də razıyam bundan ki, yəni əla fürsət düşdü onlara. Yəni tarixi şans düşdü. Çempionatda gəldilər, çatdılar. Kubokda da elə oldu ki, yəni Neftçi sonda vəsiqəni qazandı. Üstəgəl Turantovuzun o belə hadisəsi üzərindən də müsbət onlar nəyisə çıxarda bildilər ortalığa. Yəni bir mərhələdə adlamış oldular. Əla fürsətdir də. İkinci mərhələ, yəni bundan gözəl nə və rəqiblər də dişinə görədir, bu heyətə görədir, düzdür. Yenə də mənə gəlir ki, yenə də heyət hələ ki durğunluqdur biraz. Yəni Qarabağ Sabah nisbətində bəlkə biraz durğunluq sayıla bilər. Transferlər olacaq. Olacaq da. Hə, onlar da püşk olacaq. atmanı gözləyirdi. Məsələn, Neftçi tam olaraq ola bilər gözləyirdi püşk atma atılsın. Bu danışıqlar davam eləyir və elə o ərəfədə də növbəti vaxtı var axı, bir həftə daha, bir ay, 2 həftə daha artıq vaxtları olacaq. Uğurlar arzulayırıq Neftçiyə də, Qarabağ Sabahdan danışdıq. Məğlub olan halda da qarşılaşacaq komandaları var. Amma biz mütləq şəkildə ki, Sabahla Qarabağdan qələbə gözləyirik deyə. O məğlubiyyət halında olacaq komandalara. Sabaha demədik, Sabah klubu TNS-ə birdən uduzarsa. Hə, onu deyirəm, elə məğlub olacaq halda kimləri deyirəm. Buyur sən də. Flora o birisi komandada İberia komandalarından biri ilə qarşılaşacaq. RFS Qarabağda da əgər bu məğlubiyyət olarsa konferans liqasına Glentoran RFC biraz bizə tanışdı. Glentoran da Sabah elə məğlub eləmişdi cəza vaxtlarında. Bu komandalardan birinə düşəcək. Ona görə deyirəm, mən onu deyəcəydim, elə sən sözü kəsdim biraz. Yəni nə mənada? Ona baxmırıq da biz. Baxırıq ki, ancaq davam edəcək. Hə, irəli duracaqlar. O halda baxırıq. Zirə qaldı. Zirə də Torpedo Kutaisi, ikinci təsdiqatda isə Hegelman Paidi cütünün qalibi ilə qarşılaşacaq. Əgər ikinciyə vəsiqə qazansa, Zirə hazırdırmı? Kutaisi birinci təsnifat üçün məncə bir qədər güclü rəqibdir. Əslində püşkü həmkarlarımız dəyərləndirəndə bütün komandalar üçün oxşar olaraq eyni söz dedilər, çox uğurlu püşk. Bura Zirəni də qatdılar bu məsələyə. Uğursuz deməzdim, amma gücləri eynidir məncə. Mənə gəlir ki, Zirə indi kimlə də oynasa, yenə də tam bir dənə Zirəni istisna etmək olar. Niyə? Hazırlıq düzdür. Onlar da hazırlığa bu Turantovuzun məsələsi ortaya çıxandan 2 həftə əvvəl təxminən o müddətdə Rəşad Sadıqovun komandasına bildirmişlər ki, geri qayıdında istirahətdən, yəni hazırlaşın. Çünki ola bilər ki, hər an nəsə ola bilər. Və onlar o hazırlıq planını tutmuşdular, qısa müddətdə də olsa da. Müəyyən bir bəhanə ola bilər ki, hə, bu ani oldu. Amma bir neçə oyunçu göndərmişdi axı Zirə. Onun əvəzində də gələn oyunçular səfərəm belə deyək də. Baxaq. Gələnlərin, yəni qoşulanların siyasi Amin Seydiyev idi, Ozobiçdiyə gedənlərdə də bir neçə futbolçu var. Yəni Leroy Mikes olsun, Thiago Silva, Ceyhun, Stefan Haka, Rüfət Abdullazadə, Antonio Nuriyev. Yəni gedənləri çox oldu, bilmirik. Amma bəli, gələnlərdən biz bilmirik. Ola bilər ki, bilirdi həmin ərəfədə. O 2 həftəni axı biz bilmirik ki, klubun hansı. Amma Ozobiçin məsələn Zirəyə gəlişi Zirənin Avrokubok yolunda çox kömək olacaq. Və bundan öncə də nəzərə alsaq ki, Rəşad Sadıqov elə Dambrauskasın komandasına, Amonyasına play-offda məğlub olmuşdu konferans liqasının. Nəsə gözləmək olar Zirədən. Yəni mübarizə aparacaqlar. Məsələn, Kutaisini məğlub eləsə, Hagelman Paydı Estoniya komandasının qalibini də keçə bilər Zirə. Yəni 3-cü təsnifatda keçsə artıq play-offdur. Bilmək olmaz yəni rəqiblər. Orada biraz mənə gəlir Zirə üçün çətin olacaq. Oynayıb əsas nədir? Bu komanda yenə deyirəm, biraz sürpriz şəkildə qoşuldu deyə. Birinci Kutaisi, sən düz dedin, biraz nisbətən ağır sayıla bilər. O Kutaisi səddini keçsə, ikinci mərhələ nisbətən asan sayıla bilər. Öz meydanında yaxşı oynayır. Uğurlar arzulayıram. Yəni Rəşad Sadıqovun komandasına hər halda yenə deyirəm, biz bilmirik, hesablanmışdımı bu oyunçuların göndərilməyi? O ərəfədə bilirdilərmi o Turantovuzun yenə onlar gedəcək? Yəni hər ehtimal var. Yoxsa yox, bu da suallardır. Yəni biraz o barədə yanaşmada çətinlik çəkirəm cavab verməyə. Çünki çox qarışıq ərəfəyə düşdü Zirənin bu transferləri, daha doğrusu bu oyunçuların vidalaşmağı və yaxud da ki, yeni oyunçunun gəlişi, yeni oyunçuların. Belə, Eren Aydın məsələn xoşuma gəlir. Özünü yaxşı göstərmişdi mövsüm ərzində. Finalda da qol vurmuşdu. Hə, bax Eren ona görə təbii ki, təcrübəli sayıla bilər futbolçu. Ona görə Volkovdu saxlayıb da, vacib olan oyunçularını saxladı. Rəşad Sadıqov futbolçu kimi də kifayət qədər Avrokubok oyunlarına çıxıb. Baş məşqçi kimi də kifayət qədər çox olmasa da, yəni ən azından
Zirəni demək olar ki, Döyüşəcək. ardıcıl Bir sözün döyüşəcəklər. Avrokuboklara çıxarıb bütün klublarımızı uğurlar. Bəlkə 92 Danimarka kimi sonradan qatılıb Konfrans liqası. konfrans liqası qazanmasa da Qazanır. onlar üçün mərhələyə getmək ilə qazanmaq kimi bir şey olacaq. Bəli. O baxımdan hər 4 komandamıza uğurlar arzulayırıq. Təbii ki, zirə sabah başda olmaqla, çünki Çempionlar Liqası ən zirvədir. Sabah Qarabağ, Neftçi və Zirə. Uğurlar arzulayırıq. Bizim yenə də qeyd edirəm, siz də fikirlərinizi yazın rəy bölməsinə, hər ehtimala ki, biz bilək siz nə düşünürsünüz. Bu komandalardan hansını daha çox yol qət edəcək? Hara kimi gedə Harası biləcək? kimi gedə bilər. Yenə də bir daha xatırladaq ki, bəyənin, rəy bildirin, bu bizim dəstək olmaq üçün çox böyük belə deyək, jest etmiş olacaqsınız və növbəti həftələrdən artıq intensiv dünya çempionatı oyunları gedir. Gözləyirik Podkastlarımız olacaq. biraz gözləyirik ki, dünya çempionatına başınız qarışıb gecələr baxırsınız, səhərlər oyaq olmursunuz. Ona görə iyulun əvvəlindən komandalarımız başlayan kimi biz də çalışacağıq ki, canlı yayımlar və yaxud da ki, üçlü podkastlarla, fərq etmir, ikili, üçlü podkastlarla yayımda olaq ki, kanalda belə deyək, daim bizi görə bilərsiniz. Sizin də fikirləriniz bizim üçün vacibdir. Ziya, çox sağ ol. Sağ olun, izləyicilərimiz də təşəkkürümü bildirirəm. Məncə sona qədər izləyəcəklər. Sağ olun, növbəti videolarda görüşərik. Görüşərik. Hələlik. Sağ olun. Sağ olun.